Kızlar, necəsiz? İstədim videoya motivasiya dolu başlayam. Çox gözəl səsim olduğuna görə də. Nəysə ki, zarafat həqiqətən səsimi heç bəyənmirəm. İstədim videoya belə başlayam. İndi isə sizə çox maraqlı bir sual verəcəm. Sizcə xəyanət bağışlanarmı? Mənə görə bağışlanmaz. Çünki xəyanət beyində düşünülüb, planlaşdırılmış və plan üzrə həyata keçirilmiş bir şeydir. Yəni o insan kimləsə yazışır, danışır, daha sonra görüş təşkil edirlər və xəyanət edir. Bu isə ümumiyyətlə heç bağışlanmaz. Siz onu bağışlayırsınızsa, əgər deməli ona ikinci silahı verirsiniz ki, al bir daha vur məni. Siz nə düşünürsünüz? Sizcə xəyanət bağışlanarmı? Düzdür, bəzi hallarda qadınlar çox belə deyim, riyakar davranır, çox belə deyim, ailələrinə qarşı istəyirlər ki, ailələri dağılmasın, bağışlayırlar, amma bu böyük bir səhvdir. Uşaqlarına xatirə etsələr də yenə də səhvdir. Elə kişini bağışlamaq olmaz və qızlar, kimlər evdən pul qazanmaq istəyirsə, hər ay maaş istəyirlərsə, mütləq mənim əlaqə nömrəmə, WhatsApp nömrəmə yazın, deyin Asiya xanım, biz sizlə işləyib hər ay pul qazanmaq